Herkese salam. Kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə 4-cü sinif riyaziyyat dərsliyində səhifə 39-da olan 3 rəqəmli ədədi 1 rəqəmli ədədə bölmə mövzusundakı çalışmaların izahına baxacağıq. Öncəliklə gəlin araşdırmamıza baxaq, daha sonra isə çalışmalarımızı həll edərik. Baxaq araşdırmamızda nə deyilir? Əvvəlcə qismət 2 rəqəmlidir mövzusuna aid bizə bir araşdırma verib. Daha sonra isə qismət 3 rəqəmlidir mövzusuna aid bir araşdırmamız var. Öncəliklə gəlin qismət 2 rəqəmlidir mövzusuna uyğun araşdırmamıza baxaq, analiz edək və başa düşməyə çalışaq. Sonra isə keçərik qismət 3 rəqəmlidir mövzusuna. Qismət 2 rəqəmlidir. 238 böl 8 müqayisə verib bizə. Burada deyilir ki, 2 8-dən kiçikdir. Əlbəttə, yəni müqayisəni hər birimiz bilirik. 238 böl 8 qismətini təxmin edək. Vurma cədvəlinə görə 238-ə ən yaxın əlverişli bölünən 240-dır. Bu da məlum məsələdir. Yəni 238-i 240-a çevirdik. Yəni belə deyək də yuvarlaqlaşdırdıq və böldük 8-ə, bu da 30-a bərabər oldu. Bölmə əməlini yazılı olaraq yerinə yetirək. 2 8-dən kiçik olduğundan onluqlar bölünür. Yəni ki 2 8-dən kiçikdir deyə 23 8-ə bölünür və 2 olur. 2 8-imiz 16. 3-dən 6 çıxmaq olmayacaq, 13-dən 6 7, 78-in də içərisində 8 9 dəfə yerləşir. 9 8 72, qalıq da 6. Və deməli natamam qismət 29, qalıq da 6. Yoxlama üçün də 29-u vurduq 8-ə plus 6 bərabərdir. 232 plus bərabərdir 238. Yəni ki, qisməti təxmin etdik 238 bölünsün 8 qismətinin təxmini qiyməti 30, yəni təxmini qismətimiz 30, natamam qismətimiz isə 29-dur və qalıq da 6-dır. İndi isə qismətin 3 rəqəmli olduğu ifadəyə baxırıq. 457 bölünsün 3, burada baxırıq 4 3-dən böyükdür. Görək bu səfər necə olacaq? 457 bölü 3 qismətini təxmin edək. 457 ədədinə ən yaxın və 3-ə qalıqsız bölünən əlverişli ədədlər 300 və 600-dür. 300 bölünsün 3 bərabərdir 100, 600 bölünsün 3 də bərabərdir 200. Bölmə əməlini yazılı olaraq yerinə yetirək. Yüzlüklər bölünür. 4 böl 3 bərabərdir 1, 1 yüzlük. Qalığımızda 1, 5-i gətirdik yanına, 5 3-ümüz 15, 0. 7-ni də gətirdik, 3 2 dəfə yerləşir 6, qalıq da etdi 1. Deməli, 457-yi 3-ə böləndə 152, qalıq da 1-ə bərabər olur. Yoxlanma üçün də 152 vuruqca plus 1, o da ilə 457-yə bərabər olmuş olur. Deməli, buradan biz nə nəticə çıxarmalıyıq? Baxın, 238 bölünsün 8 qismətində 2 8-dən kiçik idi. Bölünənin ilk rəqəmi böləndən kiçik idi. Qismət 2 rəqəmli oldu. İkinci hala baxdıqda isə biz müşahidə edirik ki, bölünənin birinci rəqəmi bölənin birinci rəqəmindən böyükdür. Yəni, tam əksinədir və bu zamanda qismətimiz 3 rəqəmli ədədə alınıb. Yəni, bizim buradan çıxaracağımız nəticə qismət nə zaman 2 rəqəmli, nə zaman 3 rəqəmli oldu, bununla bağlıdır. İndi isə çalışma 1-ə baxırıq. Əvvəlcə qisməti təxmin edin, sonra isə yazılı olaraq dəqiq hesablayın. Gəlin təxmin edək. 385 bölünsün 5. Əvvəlcə təxmini qiymətimizi şifahi olaraq söyləyək, sonra isə dəqiq qiymətimizi tapaq. Deməli, 385 bölünsün 5. 385-in yaxın olduğu, yəni hansı ədədlərə yaxındır? 300 və 400. Baxırıq ki, əslində belə baxanda, yəni 386-ya da yaxındır və s. Amma 5-ə qalıqsız bölünən olmalıdır və yuvarlaq ədəd olmalıdır. Biz də fikirləşə bilərik 300 ya da 400. 300-ü 5-ə bölsək 600, 400-ü 5-ə bölsək isə 80-ə bərabər olacaq. İndi isə dəqiq qiymət hesablanır. 3-ün içərisində 5 0 dəfəm yerləşir. 38-in içərisində 5 7 dəfəm. 7 dənə 5 35. Qalıqda da qaldı 3.
35'in də içərisində 3, 5, 7 dəfə yerləşəcək və qalıqımızda olmadı. Qismətimiz isə 77-yə bərabər oldu. Baxırıq. 135 bölünsün 3. Aha, hansı biz yuvarlaq ədədə yaxın götürək 135-ə və həm də nəzərə almaq lazımdır ki, 3-ə də qalıqsız bölünməlidir. Bu ola bilər, məsələn, 300. Elə məsələn 150-ni də yuvarlaq kimi götürmək olar, amma gəlin 300-ü götürək. 300 bölünsün 3 bərabər olacaq 100. Bu bizim təxmini qiymətimizdir. 135-i 3-ə böləndə isə baxaq. Baxırıq. 4 üçümüz 12. 15-in içərisində 3 isə 5 dəfə yerləşir. Qismətimiz 45, qalıq isə 0. Baxırıq 136 bölünsün 2. 136 bölünsün 2-də təxmini qiymətdə 2 cür götürmək olar. 136-nı 100-ə yaxın və 136-nı 200-ə yaxın. Əgər 136-nı 100-ə yaxın götürürsə 100 bölünsün 2 50-yə bərabərdir. Əgər 200-ə yaxın götürürsə 200 bölünsün 2 100-ə bərabərdir. İndi isə keçək dəqiq qiymətə. 13-ün içərisində 2, 6 dəfə yerləşir. 6 dənkimiz 12. 16-ın içərisindəki 8 dəfə yerləşir. Və bu da 0-a bərabər oldu. Keçirik 328 bölünsün 4. 328-i biz həm 300-ə, həm də 400-ə yaxın kimi fikirləşə bilərik. Əgər 300-ə yaxın fikirləşiriksə, bu zaman 300 bölünsün 4 75-ə bərabər olacaq. 400 bölünsün 4 isə 100-ə bərabər olacaq. İndi isə dəqiq qiymətə baxaq. Baxırıq ki, 328 bölünsün 4, dəqiq qiymətimiz 82-yə bərabər oldu. Baxırıq 324 bölünsün 4-ə. 324-də eynən, yəni təxmini qiymət 328 ilə eyni olacaq. 324-ü yaxın olaraq 300-ə və 400-ə yaxın kimi götürə bilərik. 300-ü 4-ə bölsək 75, 400-ü 4-ə bölsək isə 100-ə bərabər olacaq. 324 bölünsün 4-ü dəqiq qiymətini tapanda isə 32-in içərisində 4 8 dəfə yerləşəcək. 4-ün içərisində 4 1 dəfə. 324 bölünsün 4 81-ə bərabərdir. 464 bölünsün 8. Baxaq neçəyə yaxın götürmək mümkündür. 464 bölünsün 8-də fikirləşə bilərik ki, 464 400-ə yaxındır. 400-ü də böləndə 8-ə 50-yə bərabər olacaq. İndi isə baxırıq dəqiq qiymətə. 46-nın içərisində 8 5 dəfə yerləşəcək. 5 8-imiz etdi 40. 64-ün də içərisində 8 8 dəfə yerləşir. Və 464 bölünsün 8 bərabərdir 58. İndi isə 497 bölünsün 7-yə nəzər salaq. 497 bölünsün 7-ni biz 700-ə yaxın kimi götürə bilərik. Bu zamanda yəni təqribi qismətimiz 100-ə bərabər olacaq. Baxaq indi də dəqiq qiymətə. 49-un içərisində 7 dəfə yerləşəcək. 7-nin də içərisində 1 dəfə. 7-nin də içərisində 7 bir dəfə yerləşir. Keçərək 216 bölünsün 6-ya. 216 bölünsün 6-da biz 216-nı 300-ə yaxın götürə bilərik. Əslində 200-ə də götürmək olardı, sadəcə 206-ya qalıqsız bölünməyəcək. Ona görə də 300-ə yaxın götürdük və 300-ü 6-ya da böləndə bərabər olacaq qismətimiz 50-yə. Dəqiq qiymətə baxırıq. 216 bölünsün 6. 3 6-mız bərabər etdi 18. 36-nı da 6-ya böləndə bərabər olacaq 6 və gördüyünüz kimi dəqiq qiymətimiz 36-dır. 282 bölünsün 3-dən 282 200-ə və 300-ə yaxın götürə bilərəm, amma 200-ə yaxın götürə bilmərəm. Çünki 200 3-ə qalıqla bölünəcək, ona görə də 300-ə yaxın götürürəm. 300 bölünsün 3-də bərabər oldu 100. İndi isə dəqiq qiyməti hesablayacağıq.
Bir dəqiqə. (282 bölünsün 3). 28-in içərisində 3 9 dəfə yerləşəcək. 9 üçün 27. 12-nin də içərisində 3 4 dəfə yerləşəcək. İndi isə baxırıq 485 bölünsün 5. 485-i 400-ə və 500-ə yaxın götürə bilərəm. 400 bölünsün 5 80, 500 bölünsün 5 isə 100-ə bərabərdir. İndi isə hesablayaq. 485 bölünsün 5. 48-i 5-ə bölsəm 9, 9 5-imiz etdi 45. 35-i 5-ə bölsəm 7. Və dəqiq qiymətim 97. Beləliklə, çalışma 1 bitirmiş olduq. İndi isə keçirik çalışma 2-yə. Çalışma 2-nin məğzi, çalışma 1-in məğzi ilə eynidir. Yəni, eyni tiplə çalışmalardır. Ona görə də keçirik vaxt itirmədən çalışma 2-yə. Deməli, əvvəlcə qisməti deyir ki, təxmin edin. 685 bölünsün 3-də. Biz 685 rəqəmini 600-ə yaxın götürə bilərik. 603-ə bölündə də 200-ə bərabər olacaq. Yəni, bu bizim təxmini qiymətimizdir. İndi isə dəqiq qiyməti hesablayaq. Altın içərisində 3 2 dəfə yerləşəcək. 8-in içərisində də 3 2 dəfə yerləşir. Qalıq 2. 25-in içərisində 3 8 dəfə yerləşəcək. 24. Qalıq da 1. Deməli, 685 bölünsün 3 bərabərdir 228. Qalıq da 1. Bir də bir şey diqqət edək. Baxırıq, bölənin 2 rəqəmi 6, bölünən 3. Müqayisə elədikdə görürük ki, bölünənin 2 rəqəmi böləndən böyükdür. Buna görə də məhz qismətimizdə 3 rəqəmli ədəd alınmış oldu. Sonra 455 bölünsün 4. Əvvəlcə təxmini qiymətə baxaq. 455-i 400-ə və 500-ə də yaxın götürmək olar. 400-ü 4-ə bölsəm 100, 500-ü 4-ə bölsəm isə 125-ə bərabər olacaq. İndi isə dəqiq qiymətə baxırıq. 4-ün içərisində 4 bir dəfə yerləşir. 5-in içərisində də 4 bir dəfə. 15-in içərisində 4 3 dəfə yerləşir. Qalığım da edir 3. Deməli, 455 bölünsün 4. Natamam qismət 113. Qalığımız da 3. 2 misal daha əldə edəcəm. Digərlərini isə sizin öhdənizə buraxacam. 714 bölünsün 3. Əvvəlcə təxmini hesablamağa çalışaq. 714-ü bəlkə elə 750-yə yaxın götürək. 750-yi 3-ə bölsəm, məndə alınacaq qismətim 250, yəni bu məndə təxmini qismətdir. 714-ü dəqiq qiymətlə 3-ə böləndə isə onu gəlin hesablayaq. 2-də 3 6, 11-in içərisində 3 dəfə yerləşir. 24-ün içərisində 3, 8 dəfə. Qismətimiz 238-dir. 714 bölünsün 3 bərabərdir 238. İndi isə keçirik başqa bir misal daha həll etməyə. Məsələn, bu ola bilər 777 bölünsün 3. Əvvəlcə təxmini hesablamağa çalışırıq. Neçəyə yaxın ola bilər? Elə götürək 900-ə yaxın təxminən, yəni 300. 777 bölünsün üçün dəqiq qiymətini hesablayanda isə 2-də 3-ümüz 6, 17-in içərisində 3 5 dəfə yerləşir. 27-in içərisində 3 isə 9 dəfə.
Deməli, 777 bölünsün 3, 259-a bərabərdir. Yenə də diqqət edirik ki, birinci bölünənin birinci rəqəmi və bölən 7 3-dən böyükdür. Bölünənin birinci rəqəmi və bölən. Yenə də görürük ki, 7 3-dən böyükdür və məhz bu cür müqayisə işarəsi, bu cür müqayisə alındığına görə qismətimiz də 3 rəqəmlidir. İndi isə keçirik çalışma 3-ə. Çalışma 3-də deyilir ki, əvvəlcə qismətdə 2 rəqəmli, sonra isə 3 rəqəmli ədədlər olan misalları həll edin. Baxırıq, nə zaman qismətdə 2 rəqəmli alınırdı? Əgər bölən bölünənin birinci rəqəmindən böyük olarsa. Nə zaman 3 rəqəmli ədəd alınırdı? Əgər bölünənin birinci rəqəmi bölünəndən böyükdürsə. 285 bölünsün 3-də baxırıq 2 və 3. Görürük ki, 3 2-dən böyükdür. Deməli, qismətdə 2 rəqəmli ədəd alınacaq. Ona görə 285 bölünsün 3. Başlayırıq hesablamağa. 28-in içərisində 3 neçə dəfə yerləşəcək? 9 dəfə. 9 dönçümüz etdi 27. 15-in içərisində 3, 5 dəfə yerləşəcək. Etdi 95. 448 bölünsün 4-ə baxırıq. 4, 4 bir-birinə bərabərdir. Deməli, burada 3 rəqəmli alınacaq. 656 bölünsün 3. Burada 6 və 3 görürük ki, 6 3-dən böyükdür, ona görə də 3 rəqəmli alınacaq. 5 və 4 görürük ki, 5 4-dən böyükdür. 4 və 6 görürük ki, burada 6 4-dən böyükdür, yəni tam əksinədir. Deməli, 2 rəqəmli ədəd alınacaq. Ona görə də gəlin hesablayaq. 478 bölünsün 6. 47-nin içərisində 6 7 dəfə yerləşəcək. 7-də 6-mız etdi 42. 58-in içərisində 6 9 dəfə yerləşəcək. 9-da 6-mız 54. Qalıq da 4-ə bərabərdir. Baxırıq. 4 6. 2 rəqəmli ədəd alınacaq. 414-ü bölürük 6-ya. 6-da 6-mız 36, 54-ün içərisində 6, 9 dəfə yerləşir. 535 bölünsün 5. Burada da 3 rəqəmli ədəd alınacaq. 245 bölünsün 9. Baxırıq. 2, 9. 9 2-dən daha böyükdür. Yəni, bölünənin birinci rəqəmindən daha böyükdür. Buna görə də yazırıq. Yəni, 2 rəqəmli alınacaq qismətimiz. 2-dən 9-umuz etdi 18. 65-in içərisində 9 7 dəfə yerləşir. 2 də qalıqdır. Baxırıq 9 və 7 görürük ki 9 7-dən böyükdür, deməli 3 rəqəmi alacaq. 254 bölünsün 6-da baxırıq bu zaman 6 3-dən böyükdür. Ona görə də 354 bölünsün 6 da qismətdə 2 rəqəmli, qismətin 2 rəqəmli olduğu ifadələr sırasına daxildir. 35-in içərisində 6 5 dəfə yerləşəcək. 5-dən 6-mız 30. 54-ün içərisində 6 9 dəfə yerləşir və qismətimizdə 2 rəqəmli alındı, yəni 59. Və beləliklə qismətdə 2 rəqəmli alınan ifadələri seçmiş olduq. İndi isə sıra gəldi qismətdə 3 rəqəmli ədəd alınan ifadələri seçməyə. (448 bölünsün 4). Qismətimiz 112 alındı. 656 bölünsün 3. 2 dənə 3-ümüz etdi 6. 5-in içərisində 3 yerləşir 1 dəfə. Etdi 2. 26-nın içərisində 3 yerləşir 8 dəfə. Qalığımız da oldu 2. Baxırıq. 567 bölünsün 4. 5 4-dən böyükdür. Ona görə 3 rəqəmli ədəd alınacaq. 567 bölünsün 4. Bir dənə 4-ümüz etdi 4. 16-nın içərisində 4 yerləşir 4 dəfə.
7'nin də içərisində 4 yerləşir bir dəfə. Qalığımız da alındı 3. Sonra hansı var idi? 535 bölünsün 5'də 3 rəqəmlərə aid idi. 5'in içərisində 5 bir dəfə. 3'ün içərisində 5 yerləşmir, ona görə 35 bu biri 5'i də gətirirəm və qismətə 1 0 yazıram. 35'in də içərisində 5 yerləşdi 7 dəfə. Sonra hansı qaldı mı? Aha, 924 bölünsün 7. Bir dənə 9'un içərisində bir dənə 7 yerləşir. 22'nin içərisində 7 3 dəfə yerləşir. 14'ün də içərisində 7 yerləşir 2 dəfə. Və beləliklə çalışma 3'ü də bitirdik və daha bir videomuzun da sonuna gəldik. Güman edirəm ki, bu video sizin üçün yararlı oldu. Sağ olun, gələn videolarımızda görüşənədək.